Bunları mən deyirəm deyə başa düşəsən yox. Bunları düşünəsən. İnsanın biliyi özünün deyə bilib və izah edə biləcəyi şeylərdir. Vaxtında anladığı şeylər yox. Məsələn, mən sənə məndən qəşəng izah edən bir ölkədə yoxdur. Çünki bilirsən, niyə? Mən təkcə müəllim deyiləm ona görə. Həm yazıcıyam, həm kino rejissoram, istər-istəməz insanlarla işləmişəm. Bilirəm, insanın başı nətər pişirir. Amma mən sənə bunu gözəl izah eləsəm, sən anında başa düşürsən, deyirsən, hə, o deməkdir ki, sən bildin. Sabah bilməyəcəksən. Ona görə, məsələn, mən bir insan deyəndə ki, müəllim 100 dənə feil öyrənmişəm də, mən sən verdiyin material. Bizim vərəqi bağla, mən sənə sual vermədən mənə de. O mənə nə qədər feil desə, 30 dənədir. Bildiyi odur. Qalanını görəndə tanıyır. Başa düşürsən, nə demək istəyirəm? Bilik bizim ağzımızdan çıxar, özümüzün gətirdiyimizdir buradan. Öz buranın qapısını özün açır. Mən ona taqqıltı ilə döyüb qapısını açıb içindən bir şey götürürəm. O sən deyil. Görəndə yadıma düşür, eşidəndə yadıma düşür. O başqa şeydir. Sən durmadan deyə bildiyin şey sənin qabındır, öz qabın. Tamam? Ona görə görürsən ki, Azərbaycanlıdır da, öz doğma dilidir. Danışanda eşitdirməm. Sən deyir ki, danışıq qabiliyyəti yoxdur. Niyə? Qabında nə var, onunla danışır. Amma Azərbaycan dilində nədən danışsan, başa düşür də, düzdür. Amma öz danışığı nədir? Qabındakı nədir, odur. Və bu qabındakını danışdığına görə, bu adamın səviyyəsi də budur. Ona görə, yəni insan öz dilində də nitqini düzəltməlidir. Sənin nitqin istifadə elədiyin sözlərin yəni üst-üstə gəlməsidir. Yəni sən daha çox işlətdiyin sözlər sənin tipindir, sənin nitq qabiliyyətindir. Hər bir insanın nitqi onun gündəlik istifadə elədiyi sözlərin cəmidir, başa düşürsən. İndi mən sənə izah edirəm, başa düşdün, o deməkdir ki, sən bunları bildin. Sən bunları bilmədin. Sən sadəcə mən yaxşı izah elədiyimə görə indi başa düşürsən, sadəcə. Görürsən, insana gözəl anekdot danışırsan, ki, izlə bir yerdə gülürsünüz. Səhər danışıyorum anekdotu. Niyə danışılmır? Bilik başqa şey. Bilik xüsusi məşq olması. Ona görə sən deyirəm ki, məsələn, dediyim düşüncələri düşün, yaz qırağa. Düşüncələrin özünü yaz, biliyi yox. Bilik haqqındakı instruksiyanı yaz. Biliyin özü onsuz da hər yerdə var.